Hüseyni ziyarət eləmək ömürdən sayılmaz. Sanki çıxırsan dünyanı, qopursan dünyadan. Dünyanın zamanından çıxırsan, başqa bir aləmə daxil olursan, ömürdən getmir. Gəlir düşür ayaqlarına, sənə qulluq eləyir, ondan sonra deyirsən məndən razı qaldın, yoxsa yox. Eynilə İmam Hüseynə deyirdilər, əvəfəytu, mən sənə vəfalı oldum mu? Şəhidlər deyirdi. İndi orada əzadarlar deyir, razısan məndən, xidməti yaxşı eləyə bildim sənə, qulluğunda dura bildim. Ərbəyini anlamaq üçün gələ Kərbəlayı olasan. Hüseyni yaşayasan. Hüseyn kimi yaşayasan ki, ərbəyini anlasın. Göydə elə bir mələk yoxdur ki, mənəvi səmalarda elə bir mələk yoxdur. İllə və hum yəsəlunəllah. Allahdan istəyərlər əzzə və cəl. Deyərlər, ya Rəbbəl aləmin, ən yəzinə ləhum. Bizə izin ver. Yəni, bizə sən izin ver. Biz ziyarəti qəbrin Hüseyin. Biz də gedək Hüseynin qəbrini ziyarət edeyim. Mələikənin yalvararaq Allahdan izin istəyib Hüseynin ziyarətinə gəldiyi məkanın adıdır Ərbəyin. Gözüm ağlar, əsər qəlbim, ya Hüseyn ləbbeykə, ya Hüseyn ləbbeykə, ya Hüseyn yəbnə Zəhra, ya Hüseyn ləbbeykə, ya Hüseyn ləbbeykə, ya Hüseyn yəbnə. Mələklər də istəyir, külli aləm Hüseyn istəyirmiş, sən demə. Külli aləm aşiq olub Hüseynə. 70.000 mələk, 70.000 mələk. Ya'budunəllah indah. Namaz qılarlar Allaha. Əs-salatul vahidə min salati əhədihim tə'dilu əlfə salat. Onların bir namazı bizim qıldığımız 1000 namaza bərabər. Qılandan sonra neyniyərlər? Verərlər o namazın savabını Hüseynin zəvvarına. Mələk də hədiyyə edir sənə. Ay zəvvar, mələk də namazın sənə hədiyyə edir. Niyə? Çünki zuvvar qəbrül Hüseyin, sən Hüseyin qəbrinin zuvvarısan. Hədisdə var, فَإِنَّ اِتِيَانَهُ مَفْرُوزٌ عَلَى كُلِّ مُؤْمِنٍ. Həm mömin kişilərə, həm mömin xanımlara labüddür ki, Kərbəlanı ziyarət eləsinlər. Mütləq və mütləq. O kəslər ki, İmam Hüseynin imamətliyinə qaildirlər, deyirlər Hüseyin Allahın imamıdır, Allah təyin edib. Mütləq deyə geçsinlər Hüseynə zalar olsun.